Salam hörmətli tamaşaçılar, təbii ki, həmişə olduğu kimi də, yəni saatlar 11-i göstərdisə, deməli bir gün efirə gəldi. Bu dəfə də super gəldi efirə. Çünki hər kəsə balacıdan tutmuş, böyüyə qədər hər kəsə maraqlı olan bir insanı sizlə daha yaxından tanış eləyəcəm təbii ki. Onu da tanış eləyəcəm, onun tələbəsini də tanış eləyəcəm. Bəli, bu sizin də bizim də çox sevdiyimiz Telli Borçalıdır. Söhbət hal-hazırda bilirsiniz nədən gedir? Telli xanımın barəsində ondan lap yaxın olan bir tələbəsi ilk məlumatı verəcək bizə. Bu kimdir? Telman. Telman, bəxtənə sənin adın mən yadımda qalmır, bilmirəm niyə. Necəsən Telman? Şükür Allaha, çox sağ olun. Mən təşəkkürümü bildirirəm ki, gəldiniz məni də işıqlandırdı, səni göstərdi. Təşəkkürümü bildirirəm. Telli kimi müəllimin var sənin? Telli də bəli, Telli Borçalı. Mən elə müsahibədən Telli Borçalı ilə tanışam, elə neçə illərdir. Necə müəllimdir o? Telli valla, Telli Borçalı belə götürsək, çox yaxşı, səmimi, mehriban, həmişə gülər üzlüdür. Sən də Gürcüstanlısan? Yox, mən Şirvanlıyam. Şirvanlısan, bəs hardan hara? Dostluğunuz yarandı, tələbə-müəllim münasibətiniz yarandı. Çünki Telli Borçalı adətən elə öz yerlərini öyrədir, yoxsa yox? Yox, mənim başqa müəllimlərim də var. Öz elimin, babamın dəyərli oğlanları var. Aşıq Fəzali Miskini var. Bəs onlardan niyə öyrənmirsən gəlib Telli Borçalıdan? Yox, son vaxtlarda müsahibəyə qatılandan bəri Telli Borçalı da mənim üzərimdə bəzi məlumatları. Hansının toyları çoxdur? Bax, o müəllimlərinin toyları çoxdur, yoxsa Telli Borçalının? Elə hər ikisinin, yəqin Telli Borçalının var. Elə Telli Borçalının toyları çox olduğuna görə bu günlər tələbəsi onun yanındadır, hə? Bəli, bəli. Telman, toylara görə, hə? Yox, toylara görə tək yox. Çünki mən o insandan həqiqətən çox mənə ilə mehribandır. Çox mehribandır. Bəli, təbii ki, pul olan yerdə həmişə mehribançılıq olur. Bunu mən belə deyərdim. Yox. Bizinci yox. Show biznesdir. Təbii ki, inanaq, inanmayaq bu tamaşaçıların öz öhdəsinə buraxırıq təbii ki. Və verilişimizin formatına uyğun olaraq təbii ki, indi Telli Borçalını da görəcəyik, tamaşaçılar görəcəklər indi bir neçə dəqiqədən sonra. Vay, salam əleyküm, salam əleyküm. Nəhayət ki, gəldim, çıxdım, hə? Necəsiz, nətərsiniz? Nə var, nə yoxdur? Baldır da, bal. Gəl, xoş gəldin. Salam əleyküm, salam əleyküm. Yaxşı, çox sağ olun. Axır ki, bir günün kameralarında Telli Borçalı görsəndi və Telli Borçalı tamaşaçılarını özünə məxsus salamlasında şeirini. Deyirəm, axıt çaylarını simlərin üstə, yağdır sevincini qəmlərin üstə. Dəm gətirən şirin dəmlərin üstə, duyğusuz ürəkdə nə bəhar, nə yaz. Yaxşı ki, sən varsan, ay sədəfli saz. Axıb dərələrdən sellənə bilməz. Zəlimxan durulub lillənə bilməz, dayanıb bir kəlmə söz deyə bilməz, quruyar yanında ilhamı dayaz, yaxşı ki sən varsan ay sədəfli saz. Bugün nədir? Sazlı sözlü olacaqdır, hə? Bugün sazlı sözlü olacaq, tamaşaçılarımız əla. Sizlə də, sizin tələbənizlə də daha yaxından tanış olacaq. İnşallah, inşallah. Telli Borçalıya 2 ay biz telefon açdıq. Özdə 2 ayı. 2 ay. Telli Borçalı dedi ki, hələ vaxtım yoxdur. Valla inansan, həqiqətən bax, biraz da bu konsertlər filanlar olur, onlara da getdik, bayram tədbirləri də oldu. Biraz da toylar, adətən deyirlər mayda toy olmur, amma inansınız mən mayda toylara laf çox getmişəm. Sizlə endirim oldu, deyirlər may ayı, bay ayı, yəni bu ayda toylar olmur. Yox, heç bir endirim filan zad yoxdur, elə necə var elədi, qətiyyən. Necə var elədi? Necə var, bəli, hə, elədi, bəli. Yaman dedi onu. Necə var elədi. Qapıda saxlamadı. Hara gedəcək? Sizinlə qorxma ilə danışır. Çünki bu bilir ki, doğrudan Telman həqiqətən üzünə demirəm, həqiqətən müsabiqədə də çox belə ağır, samballı, özünü belə qəşəng, gözəl. Deyirəm Telman, mənə zəng vururdular, mən münsiflərdəydim, zəng vururlar, Telli, oğlan sənin qohumundur, deyirdim, yox, o şamaxılıdır da, necə sənə oxşayır, deyirəm, nə olacaq, qoy oxşasın, onda yanaqları zadı qırmızıdır. İndi də utandığından qızardı. Allah can sağlığı versin, mənə indi bilmirəm, nə inəmirsən, nə pişirmirsən, mən bu dəqiqə acımışam. Kömək edilə bilərsən, nə Bir nə pişirə bilərsən. Nə pişirə bilərsən, nə əl üstü mənə, bax, indi acımışam. Nə istəyir, keçək hamısını. Mən də kömək eləyim sənə. Sən elə əyləş.
belədir də, həmişə belə olur. Gəlin görək burada nə qarib bu, nə pişirir, nə eləyir. Nə qaribsən? Gətir görək. Qonaqlarına çay vermisənmi, nə eləmirsən? Verməyib, heç bir şey verməyib bizə. Oy, niyə? Bizi biabır eləmə Telman. Sən ki belə çox əlləməyək oğlansan. Sən indiyənə qədər onlara çay da verməliydin, yemək də pişirməliydin, əl üstü tez bazarı nə eləyə bilərsən? Bu qədər can yandırırsınız, nə əcəb Telli xanım. Siz nəyə görə deyirəm, nə əcəb? Çünki yeriniz də deyil, bir torpaqdan da deyilsiniz. Yəni ki, məsələn, yerlisiz, can yandırırsan. Yox, yəni mən yerlisiz, bu Şamaxılı, mən heç bir bölgələrə bölmürəm. Hamımız Azərbaycanlıyıq. Azərbaycanlı da ona görə, Şamaxı da bizimdir, Borçalı da bizimdir, Göyçə də bizimdir, Qazax da bizimdir, Azərbaycan da bizimdir, Qarabağ da bizimdir. Bayaq dedin, Telli Borçalı əsəbləşəndə nətər deyir, sinifi tərk eləyir? Ya deyir ki, hava yarımsıq qaldı, getkinə sabah gəlir. Yox, bayaq dedin ki, əsəblərim oynayır, mən gedəyirəm. Nervilənir, qışqırır bir də görsən də. Necə yanaqları? Nervilənirəm, deyirəm, qışqırdım sizə, getdim, bu saxla burada, gedirəm, sabah gələcəm, başlayıb biz də görsən sabah da gəlməyəcək. Telli xanım, onun yanaqlarına, dodaqlarına baxın necə qızarır. Doğrudan elə tələbələr var ki, qohum deməyinə peşman olursan Telli xanım. İnsan başını aşağı eləyir və yaxud da hər hansı bir tərbiyəsindən, mərifətindən, qanacağını nümayiş elətdirməklə, məsələn, sizə söz gəlməyibmi ki, məsələn, Telmana görə? Yox, heç var. Telmanın mən Şamaxıda da olmuşam, onların evlərində də doğrudan. Həqiqətən bütün atasını, anasını, babasını salamlayıram. Çox gözəl bu birincilik qazananda orada qəşəng bir bizə qonaqlıq verdi. Hətta mənə gələndə pendir də veriblər. Gələndə qəşəng. Şamaxı pendiri. Hə, Şamaxı pendiri, şor, qəşəng. Ayrı nə olmalıdır? Şamaxıdan ancaq pendir, şor. Nə vaxt evləndirirsiniz? İnşallah özü haçan desə, demişəm toyunu da mən aparacam, behini indi gəlmişəm versin. Beh versin də, beh. Beh versin, beh versin. Beh versin. Beh versin, toyunu inşallah Allah qoysa. Görək soyucuda nə var? Telli xanım acıb. Acından ölürəm, get görək nə pişirirsən. Telli xanım, ümumiyyətlə belə çox yeyənsiz həyatda, yoxsa? Çox yeyən deyiləm, amma deyim ki, acanda çox iştahla yeyirəm, heç nə görünmür. Bir damcı yedim, doydum, çəkilirəm. Yoxsa ki, insan var deyə, bax, stolun üstəndə nə varsa, hansısa bir ziyafətdəmi harda, mən onu yiyeyim hamısını. Amma mən belə, nə pişirəcəm? Deməli, burada mən gördüm, Telli xanım sab, sən də sabdan istifadə edirsən, hə? Həmişə, elə kalbaza sab. Tamaşaçılarımıza demək istəyirəm, belə bilməyin, bu örgədilmiş bir şeydir. Hal-hazırda sab açılıb, yəni istifadə eləyir. Burada kəsilmiş də var, hə, bax, kəsilmiş sab da var idi. Deməli, Telli xanım, doğrudan da bunun dadına özünüz baxmasaq, mən utanaram deməyə ki, sabdan istifadə edin. Mən indi sizə bir söz deyim, şəxsən mən də sabdan istifadə edirəm. Çox xoşuma gəlir, o qədər gözəldir ondan. Yəni bunu tərif üçün demirəm, həqiqi, çox xoşum gəlir. Təşəkkür eləyirəm. Biz hara gedirik, sab bizimləndir. Telli xanımın yanındayıq, sab bizləndir. Telman, yedi qutardı, nə qaldı orada? Biz nə pişirəcəyik? Yeməli dadlıdır. Pişirməsəz də, suya atmasaz da. Elə buradan belə açırsınız, buradan da yeyirsiniz. Təşəkkür sabah. Yaxşı, onda gəlin oturaq, sonra biraz gərək görək bu neynir, nağarıb. Bu da nələr qarışdırır yəni. Bu da görək neynir bu, nələr qarışdırıb, nağarıb, pişirə bilirmi? Telman, hərdən birdən bizə də qulaq asarsan. Hə. Uşaqlar onu tez-tez götürün ki, görək oradan neynir. Nə çıxartdı oradan bax. Telli xanım. Pişir, bəli. Ümumiyyətlə, sizi heç bir qalmaqalda görmürük. Kiməsə nəsə söz dediniz, nəsə söz eşitdiniz. Bu kimi şeylərdə yoxsunuz. Bəs reklamı hardan alırsınız? Valla reklamı... Necə yadda qalırsınız yəni? Mən sizə bir söz deyim ki, əgər kimsə deyir ki, mən qalmaqal eləyim, yadda qalım, mən o reklamı heç sevmirəm, heç eləmərəm də. Əgər sənin istedadın varsa, səni tamaşaçılar sevirsə, azdan çoxdan, bilirlər ki, sənin qabında nə var, yükündə nə var, sən onunla yadda qalacaqsan. Yoxsa ki, mən kimlənsə nəsə bir söz atım, onunla qalmağa doğrudan xoşum gəlmir. Allah haqqı heç xoşum gəlmir. Bəzən deyirlər, Telli, sən neçə ildir Bakıdasan, amma heç dilini dəyişmirsən də. Deyirəm, valla, ola bilər mən bir çərçivəyə, bir 10 dəqiqə deyərsiniz ki, belə danış. Yenə yadımdan çıxıb elə danışacağam. Məsələn, gələcəm, gedəcəm, deyəcəm. Ondan sonra elə qoy belə danışayım, necə bilirəm, elə danışayım. Verilişimizin bu anda istəyirəm ki, qısaca olaraq saç ustama buradan salamlarımı göndərəm. Deluxe salonuna dərin təşəkkürümü bildirəm. Usta Mahmud, sonda nömrəni görürsünüz 0909-a zəng eləyirsiniz. Usta Mahmud telefonunu qaldırır və
super saç düzümləri istəyir əziz bəylərimiz. Belə deyim də, super görsənmək istəyirsinizsə, buyurun gəlin. Ümumiyyətlə, telli borçalıya kim nəzarət edir bu image baxımından? Valla, nəzarət deyəndə mənim də bir saç ustam var, belə. Amma birdən ona deyirəm ki, yox. O mənə deyir ki, telli belə yaxşıdır. Deyirəm, yox, belə mənim xoşuma gəlmir. Çünki o narahat özümü hiss edirəm. Deyirəm, bax, yox, bunu belə elə və sizi görəndə bu cür saç olmasın. Belə saçımı düzəldir. Yəni ki, saçımı düzəltdən elə saçım bu formadadır. Amma mən sizə bir söz deyim. Çox adam deyir, telli xanım, imicinizi biraz dəyişin filan. Valla, bilirsən nətəri? Bəzən bir-iki dəfə mən başqa kanallarda da bir o saç-saç taxmışam. İnan ürəyim partlayıb. Ha vaxt evə gedəcəm, onu çıxardım. Ayal, özüm o qədər pis hiss eləmişəm. Kompleks yaranıb məndə də. Amma belə olanda çox sərbəst oluram. Nəinki elə eləyim. Ola bilər hansısa bir ziyafətə mi gedərəm və yaxud efirin özü olsun. Birdən beynimə düşər ki, lap eybi yoxdur, bir 5 saat düzərəm, mənim saçımı belə eləyin və yaxud bir saç taxın belə, istəyərəm belə. Amma həmişəlik belə eləyim, yox, onu eləyə bilmərəm. Telli xanım, show biznesə gələn bir neçə insanlar var ki, küllü miqdarda pullar tökdülər, kliplər çəkdirdilər, mahnı yazdırdılar. Tutan da oldu, tutmayan da oldu. Telli borçalı nə ilə tutdu Azərbaycanda? Valla, telli borçalı sənə... Pul xərcləmədi, klip çəkdirmədi, efirlərə tez-tez çıxmadı deyə, nə ilə gəldi? Valla, bax, deyirəm, telli borçalı sənətindən, sözündən, sazından, səmimiliyinlə, yəni insanlara bu dəqiqə həqiqətən kiməsə pul verib sən özünü sevdirə bilmərsən. Biraz bu özünü tərifləmək kimi çıxmasın, hörmətli tamaşaçılarımızdan çox-çox üzr istəyirəm, mən belə deyirəm. Amma doğrudan ki, hansı bir rayona toya gedirsən, elə Bakıda toylara gedirsən, orada görsən insanların sənə qarşı necə münasibəti var, necə xoş münasibət bəsləyirlər. Çünki hamı bax, valla mənə yaxınlaşır, telli xanım, çox səmimisən, sizi çox istəyirik, elə sənin acığına, o sənin acığına, elə sənin acığına. Yəni ondan qabaq da mən Aşıq Pəri Məclisində fəaliyyət göstərmişəm. İndi o Aşıq Pəri Məclisi hal-hazırda fəaliyyət göstərmir. İnşallah göstərər. Sadəcə bilirsən də insanlara yaxın olmaq üçün o demək deyil ki, mən populyyaram, kiməsə yuxarıdan aşağı baxım. Doğrudan bu mən... Niyə baxmırsınız, bax kiməsə yuxarıdan aşağı? Yox, baxa bilmirəm. Allah, bilirsən niyə? Baxanlar var, amma bir dəftərdə adı yoxdur. Kiməsə yuxarıdan aşağı baxır və yaxud da o olan yerdə mən oxumuram. O olan tədbirə mən gəlmirəm, o olan toya mən gəlmirəm deyir. Amma bu telli borçalıda görsənmir, amma halbuki onlardan da populyardır. Bilirsənmi, o yuxarıdan aşağı baxdığı üçün deyirsiniz ki, məsələ gündəmdədir, ona görə gündəmdədir. Amma hər kəsəni öz qabında görəndə çox gözəl olur. Hər çiçəyin öz ətri var. Bir çəmənə girirsən, lalə var, yasəmən var, qızıl gül var, başqa-başqa rəng verir. Amma hamısının öz gözəlliyi var. Mən heç vaxt deyə bilmərəm ki, mən populyaram, filan kəs kim deyə mən ona salam verim ya və yaxud qətiyyən eləyə bilmərəm. Çünki özümü çox pis hiss edirəm. Əgər etsəm belə, gəlib evdə vicdan əzabı çəkirəm ki, mən axı ona qarşı niyə bir... Doğrudan, mən nə qədər güləyənəm, danışanam, şənəm. Dəhşətli dərəcədə məni tanıyanlar var ki, dəhşətli dərəcədə köyrəyəm. Ağlağanam, elə dəhşət ağlağanam. Allah haqqı deyirəm, bərəkədə, dəhşət ağlayıram. Bir dəfə dəhşət ağlamışam, Cığatel var, şairə, onu da salamlayıram. Bizə gəlib qapını deyir, heç mən də bilmirəm bu birdən-birə bizə gəlir. Qapını açdım, necə gözlə, mən ağlayanda gözlərim çox şişir da. Qapını açan kimi də, nə olub Assa, nə olub? Bu adam da mənə ancaq gülüb oynayan görübdür da. İnanırsan, ay Allah deyir, sən mən heç belə bu qədər ağla, dəyiş. Özüm mən bir dəfə yumam, neçə dənə yaş gedir. Özümdən asılı deyil da. İnsanlar deyir, toyda, vayda ağlaya bilməyənin, toyda gülməyə haqqı yoxdur. Çünki o da insandır, nə olar o kasıbdır, ola bilər. İnsanlıqda getdiyimiz yerdə yolla gedirik, birdən qıçımız qırılır. Bilmək olmaz, kiminsə başına haçansa nə iş gələcək, heç kim ideal deyil. Amma mən şəxsən eləyə bilmərəm. Hamını, lap balaca olsun, böyük olsun, nəyim kasıb olsun, həm ya qurban olum, ağrın alım, nə olar? Qoymadın mənə danışmağa. Çünki sən aşıqla danışırsan. Doğrudan nə? İlk də bəlkə verişdə susuram və müsahibim danışır. Yoxsa deyirən onlara sual verirəm, hə? Yox, maraqsız görsəydim, sözünüzü kəsib, sual verə bilərdim. Amma görürəm ki, elə şeylərdən danışırsınız ki, özümə maraqlıdır, şəxsən özüm durub qulaq asam. Bir də bilirsiniz, siz deyirsiniz
deyirsiniz ki, niyə məsəl üçün yadda qalmısınız? Məsələn, çox adam deyir ki, ayda məsəl üçün nə yaxşı, telli bir saz çaldı, oxudum, mən də saz çalmaq istəyirəm, mən də aşıq olmaq istəyirəm. Burada tələbənsiz sazı var da. Hə, bir saz alır, eləmi? Gəlir, başlayır saz çalmağa, 2 dənə hava bilir, məsəl üçün. Ona aşıq demək olmaz. Bir də var ki, sənin nəslindən, kökündən gəlsin bu. Qandan gəlsin, genindən gəlsin. Çünki mənim atam da aşıq olub. Bizi qoymurdular rayonda saz çalmağa. Olmaz, qız uşağı nədir, saz çaldı nədir? Rayon yerləri belədir axı. Olmaz, nə bilim, belədir. Əlbəttə, get, nə bilim, zibilli yerinlə məşğul ol. Sən saz çalmaq nədirsə, amma onu deyim ki, anam məni həqiqətən meydimi sərifdir. Saz çalmağını istə, Allah haqqı. Özdə bilsən nə ilə? Ay, sağ ol. Özdə bilsən nə ilə? Nə ilə? Oxulovla. Doğrudan. Allah haqqı, dəhşət məni döyüb ki, sən saz çalmayacaq. Mən yenə onların sözünə baxmayaraq döyülmüşəm, amma saz çalmışam. Həqiqətən. Çünki demək istəyirəm ki, bu mənim nəslimdən gəlibdir, qanımdan, genimdən gəlibdir. Nə bilim, məni sevənlər də buradan salamlayıram, sevməyənlər də salamlayıram. Tələbənizlə duetiniz var, Elif xanım? Bəlkə bir canlı ifadan sonra süfrəmizi davam eləyərik. Bu yaxınlarda Telli xanım bizim verilişlərin birində idi, evdə verilişində. Zeytun məsələsini deyirəm. Yox, zeytun köbələk məsələsi. Sual verirsiniz ki, aşpaza bu köbələkdən nəsə hazırlayacaq, aşpaza bir imkan versəz hazırlayacaq. Aynı istə, bəli. Mən çox sevirəm həqiqətən, o göbələklər var, turşu. Çox sevirəm onu. Hə, onda sən bunu yavaş-yavaş dindir, biz bundan nuş eləyək, görək hələ nətəridir. Sabdır da. Doğrudan, nə gözəldir. Sab alın, elə mənim aşığıma. Peşman olmayacaqsınız. Yəni, duet, qəşək duet olsun. Vay. Bu sazdı mı, olsundu mu? Telə bax Allah, telə bax. Pərdə üstə dalğalanan tülə bax Allah, tülə bax. Bir dəlisov atdı yenə, haqqa çata çatdı yenə, yeri göyə qatdı yenə. Zilə bax Allah, zilə bax. Uçan bəndim bərəm oldu, yanan dağım dərəm oldu. Mahmud döndü kərəm oldu. Külə bax Allah, külə bax. Nəfəsi tər, nəğməsi tər. Xan əslinin düyməsi zər. Açılıbdı gümüş kəmər. Belə bax Allah, belə bax. Eşq olsun. Sən də birini də görüm. Qəşəh bir dənə şeirdir. Dərs. Öyrətdiyimdən. İlk baxışdan heyran oldum gözlərə. Vay. Görkəm sevdim. Görək nə olacaq sevdanın sonu. Həm kədər sevdim, həm qəm sevdim. Siz də gəldiniz. Bəli. Siz mən hələ kisiyəm bu Aha, bax gördün mü? Bir dənə şeir dedi, deyəsən yadından çıxartdın. Bunun hamısı həyəcanlandı. Deyirəm ki, ömür boyu duaçınam. Ay Telman, Allah səni pənahında saxlasın. Oruç tutub namazını qılmışam, Allah səni pənahında saxlasın. Mən nə şaham, nə şahlıqda vəzirəm. Eşqin ilə dərviş olub gəzirəm. Səndən ötürü məscidlərdə nəzirəm. Allah səni pənahında saxlasın. Hər qaşında Quranın bir ayəsi. İnsanlıqdır sevilməyin qayəsi. Üzərindən çəkilməsin sayəsi. Allah səni də, məni də, Aynis kanalını da pənahında saxlasın. Vay.
Başqasının sazından sizə problem yaranmaz? Yox, problem deyil. İndi seyyahdır, hə? Mahur elə. Gör sizin öz diliniz var, mahur elə, sevgi elə. İlaç telli sazım şirvan elinden, İlaç telli sazım şirvan elinden. Gel gedək qazağa bir salam verək, Gel gedək qazağa bir salam verək. Vaqiflə bir yerdə cıdır düzündə, Vaqiflə bir yerdə cıdır düzündə. Gözəl Qarabağa bir salam verək, Gözəl Qarabağa bir salam verək, Gözəl Qarabağa bir salam verək. Evet be! Ötey perde perde verey ses sese, Ötey perde perde verey ses sese. Yürek şad olar mı deyip gülmese, Yürek şad olar mı deyip gülmese. Vurğunun yerini bize kim dese, Vurğun gezen yeri bize kim dese. Ahmet o yerlere bir salam verey, Ahmet o yerlere bir salam verey, Ahmet o yerlere bir salam verey. Ay aşıkım ay yüzüne, telini ya yüzüne, aşıkım ay yüzüne, telini ya yüzüne. Dolaşıp diyar diyar, ayala gözünü gör. Yine Tovuz kimisən, ne güzel bezenmisən. Yine Tovuz kimisən, ne güzel bezenmisən. Telli Borçalının nədən zəhləsi gedir? Nədən zəhləsi gedir? Yəni nə mənada? Ümumiyyətlə, həyat... Ən sevmədiyim şey yalan danışmaqdır. Yalan danışırsan. Ki yalandan deyir ki, ay nə bilim belədir filandır. Heç xoşum gəlmir. Düzünü demək lazımdır da ki, yəni Ümumiyyətlə, budur. nə vaxtsa yalan danışıbsınız, o yalan ki, məsələn, kimisə uçurumdan xilas edir. Belə yalan, o deyir ki, şirin yalan var. Elə yalan, məsəl üçün, hə, eləmişəm, demişəm, yəni ki, ona xələl gəlməmək üçün və yaxud onun xətrinə dəyməmək üçün yalan nəsə bir söz deyibsən ki, yəni ki, xətrinə dəyməsin. Belə olubdur. Bir də var ki, sən doğrudan həqiqətən yalan danışırsan ki, Allah haqqı, Quran haqqı, filan şey filandır. Bax, o şey doğrudan xoşuma gəlmir. Yoxsa ki, nəyinsə xatirinə, nəyə görəsə bir yalan danışıbsan ki, və yaxud istəməmsən ki, bu şey belə olsun və yaxud nəsə istəmirsən ki, bunu könlüncə eləməyəsən, ona bir yalan deyirsən da. Bax, belə yalanlar hə ol, amma ki, həqiqətən mən doğrudan and içim ki, filan şey, bunu qətiyyən heç vaxt xoşlamamışam. Hal-hazırda Telli xanım, valideynləriniz sağdır da, yaşayır? Yox, atam rəhmətə gedib, kiçənərzə rəhmət, anam sağdır. Sağdır. İndi xatırlayırsınızmı, məsələn, sənətin bu zirvəsindəsiniz, atanızın sözü yadınıza düşürmü? Ay qız oxumaq, çanı qırıldı oxumaq. Yox, atam demirdi. Demirdi? Anam, bəli, anam deyirdi. Anam məni çox, mən ümumiyyətlə atamı çox istəmişəm, həddindən çox. Allah bütün atalara can sağlığı versin. Amma şeydir, bilirsiniz niyə? Mən adətən deyirəm ki, indi anam da birdən deyir ki, hə, gərək mən bütün hər yerdə deyirəm, atamı çox istəmişəm. Anamı da çox istəyirəm. Çünki anam məni döydüyü üçün, sazı çalma deyə döydüyü üçün, elə bil onu biraz az istəmişəm atamdan. İndi anam deyir ki, hə, gərək onda mən tez ölərdim, sən onda məni çox istəyərdin. Deyirəm, yox, ona görə ki, yox, mənim atam ölübdür, ona görə elə yox. Ümumiyyətlə, mən atamı çox istəyirəm, çox istəyirəm. İndi də yadıma düşəndə deyirəm, kaş indi sağ olardı, həqiqətən. Mənim indiki, məsəl üçün, çalıb oxumaq filan, bəli. Onda heç vaxt atamı, həmişə anam məni döyəndə atam deyirdi ki, əşi uşaqdır da, qoy çalsın, kimdir o? Mən öz-özümdə deyirdim ki, mən Bakıya gedəcəm, mənlə Aşıq Pəri məclisinə gedəcəm, arzu ilə da belə.
kim idi məni Bakıya gətirib, nə bilim mən Aşıq Pərməsini heç bilmirdim, hardadır, nədir. Amma qardaşım, bacım burada olur. Elə bir ki, mən qardaşımın toyunda bacımı öyrətdim ki, burada qalan bacımı o bura ərə gəlir. Dedim ki, gəl anama deyən ki, mənim veşlərim çoxdur. Qoy Telli də mənlə Bakıya getsin, mən veşlərimə kömək eləsin, sonra qayıdar. Mən onu öyrətdim, amma ürəyimdə deyirdim ki, getsəm qayıtmayacam da. Elə də bacım dedi, anam da dedi, onda getsin, bir həftəyə qayıtsın. Bir sevinirəm, ay Allah, Bakıya gedirəm, ay Allah, nə yaxşı, nə yaxşı. Hə, gəldik Bakıya, o gəlmişəm, qayıtmamışam. Anam gəl deyib, qayıtmamışam, atam gəl deyib, qayıtmamışam. Qardaşım hətta dalımla gəldi, dedim, yox, demək, bacım gilə gəldilər, qaçdım, əmim var, Əhmətildə ora getdim. Ora gəldilər, oradan mamam gel Montində qalırdı, ora getmişəm. O üçün məni tuta bilmədilər, axır. Bir dəfə anam məni gəldi, yay bax bu ərəfələr idi. Bacım gildə, o üzr istəyirəm, o milçək öldürəndən məni meydimi qoydu ki, sən kəndə gedəcəksən. Dedim, hə, indi yıxşırılmışıq ki, sabah kəndə gedirik. Anamı yata-yata qoydum, yenə qaçdım Əhməd ilə getdim əmim gilə. Anam durub heç məni yerimdə görməyib. Ondan sonra da çıxdı, getdi də gördü ki, mən bu sənətdən əl çəkir, uzaqlaşdıra bilmir. Deyirəm, ana, yadına gəlir məni nə qədər döydü. Bir dəfə də xəngəl pişirəndə xəngəlin yağını yandırmışam. Mənə deyib ki, soğanı elə də. Mən də yadımdan çıxıb, biz sazı çalıb yükün üstə qoyduq. Yükün üstdən götürmüşəm Məmməd Arazın, bəlkə bu yerlərə bir də gəlmədi. Bu mahnı yoxuyuram. Bir də anam gəldi, dedi, yağ hazırdır mı? Dedim, vay nə yağ. Əlində də xulov, məni el elədi, meydimi sərdi. Mən bu şeylərlə, onlar məni əl çəkdirə bilmədilər. Dedim, yox, mən bu sənətə getməliyim. Ondan sonra indi deyir ki, deyirəm, ana, sən məni döymüsən, yadın ki, bu nə bilim, deyir, əlim qırılsın, belə bilsəydim, populyar olacaq, heç döyməzdi. Amma populyarlığınızı atanız görmədi də. Yox, yox. Yəni, istəyərdiniz ki, yox, bu zirvəni görsün. Çox doğrudan çox istəyərdim, həqiqətən. Elə çox istəyirdim. O özü də sənət söz adamıdır. Məni tanıyanlar, aşıqlar, aşıq qızlar da aşıq. Yəni bizim kişi aşıqlarımız da bilir ki, mənim qardaşım var burada Tərmeyxan, əmim Allah rəhmət eləsin Nurəddin əmim var, həvəskar var. Yəni ki, bilirsən nətərdir? O zorla quyuya su tökürsən, o heç vaxt ola bilməz. Bunlar mən nə qədər, mənim o qardaşım Bakıda olur, deyirdim, mən Aşıq Pərmədisinə gedim, deyirdilər, nə Aşıq Pərmədisi? Heç vaxt elə şey ola bilməz. Mən özümün gücümə bu sənətə gəlmişəm, Allah haqqı. Nə qardaşım razı idi, nə bacım, nə anam, heç kim. Amma mən... Olmaz. Çılpaq çıxıb... Yox, olmaz. Kənd yerində nə danışsan, filan kəsin qızı saz çalıb oxuyur, filan kəsin qızı müğənnilik eləyib, efirə çıxıb, belə şey ola bilməz. Bir də ki, bizdə elə bir ki, o tayfalar var da, tanınmış tayfalar. Bizdə çox tanınmış tayfa idik da, nəsildə aşıq filan. Ona görə də deyirdilər ki, yox, sən nə darsan. Amma əmim qızları da saz çalırdı. Heç onları da qoymurdular. Amma onlar elə bil oxuya bilmirdilər, mən saz çala bilmirdim. Həmişə əmmin sazını oğuruyurduq, apardıq çəpərdə bizdə, ot tayasının dalında. Onlar mənə saz çalmaq öyrədirdi, mən də onlara oxumaq öyrədirdim. Allah haqqı var. Belə bir, heç vaxt belə də, yəni öz xoşluqlarıyla mənə deməyiblər ki, sən götür sazı, saz çal və yaxud aşıq ol. Sizin müəlliminiz öz ailənizdə olubdur. Bəli, mənim, deyir, Ustadoğlundan şəhərdə olmaz. Mənim atamın çoxlu şəhərləri olub, tanıyanlar var. Ondan sonra qardaşım gözəl aşıqdır Tərmeyxan, əmim Şöhrət Ordenli Aşıq Nurəddin dedim bayaq, həvəskar oğlu bu dəqiqədə gözəl aşıqdır Gürcüstanda. Mən həqiqətən, bax, təcnis, divani, yenə deyirəm, o dodaq dəyməz. Bunlar var ki, aşıqlıq sənətində çox çətin sənətdir. Ona görə də bu sənət həm də çox səbir tələb eləyir ki, kimsə sənə nəsə desə belə, sən onun, bəli, hə, səbirlə, hə, belə baxışlarınızdan, danışmağınızdan, jestlərinizdən susan qadına oxşamır. Hə, mən heç vaxt, mən dəhşətli insanam. Mənə dəyməsinlər. Mən onlara dəyməyim. Amma Allah göstərtməsin. Dəydilərsə, vəsiyo. Gülarə xanımın, Allah rəhmət eləsin, bir bacısı vardı, Dilarə Azaflı. O mənə deyirdi ki, sən Telli Borçalı ləqəbini dəyişdirəcəm. İndi onu demirəm. Telli Dalaşqan. Telli Dalaşqan qoyacam sənin adını. Doğrudan belədir. Həqiqətən mən, bilsən nətəri,
Mən bir addım gələn insana mən 10 addım gəlirəm da. Lap bir də ki, kim nəsə, tutaq bir dənə, nəsə aramızda nəsə olsun, hə? Ola bilər o insana mən həmən dəqiqə nəsə deyirəm, gedirəm evdə deyirəm, ayda, gələk mən o sözü ona deməzdim. Hə, niyə mən ona dedim? İçərimdə, sonra başlayıram onu, haradasa görəm, qucaqlayıb öpürəm ki, ayda, mən onda düz eləmədim. Yəni ki, ola bilər, mən əsəbləşərəm, nəsə deyə bilərəm. Amma sonra tez elə bir yola gəlirəm. Amma birdən də ki, o ciddi bir şey olsun. Deyirəm, alma da var, nar da var. Bax, belə sabdan harda var? Harda var? Tamaşaçılarımızda belə bir fikir formalaşır ki, Telli xanım plastik əməliyyat eləyir. Gördün mü? Bunu mənə çox veriblər, sual həqiqətən. Yəni, simanızın parlaqlığından, gözəlliyindən, gözləmək. Üzəri yoxsa var evdə üzəri? Evinizdə varmı? Gedəndə varsa gətirib. Belə fırlayarsan. Yoxdur. Hə. Bəzən birincisi, əgər bu efir adamdırsa, kimsə eləyibsə, mən yerində, qədərində heç ona da pis baxmıram. Əgər səhnədədirsə. Amma Allah haqqı, bu bərəkət haqqı. Mən bunu çox demişəm, o biraz şey olur. Bu bərəkət haqqı, mən heç bir plastik əməliyyat qətiyyən nə gözümdə, nə dodağımda, nə yanağımda, yoxdur. Amma görsəm ki, var, ola bilər. Amma həqiqətən, yenə deyirəm, səhnədə olan insanlar ki, onu qədərində, bir insana baxırsan ki, doğrudan qədərində eləyib, qəşəng görünür. Eləsi də var, çirəçürdə də, bu həmən adamdır. Mən şəxsən bir neçəsi var, tanıya bilməmişəm, həqiqətən efirdən. Deyirəm, sən Allah, bu adamdır, eyni adam, böyürdən baxırsan, eyni adam. Eyni adamlardılar. Amma qədərində eyləməyə mən pis baxmıram, həqiqətən yenə deyirəm ki, səhnədir, çıxır, insanlar onu gözəl görmək istəyir, qəşəng görmək istəyir. Ona yaxşı baxıram, amma Allah haqqı elə bir şey qətiyyən yoxdur. Qətiyyən. Hansısa bir, nə bilim, o maskalar filanlar olur. Allah haqqıdan. Bax, mən deyirəm ki, ay Allah, gecə saat neçədə gedirəm, evə çıxıram. Anam həmişə mənə deyirdi ki, mən sənin üzünü havaq görürəm. Qastinsan kimi gəlir evdə yatır, saat 3-də gəlir, səhər də durur, nə bilim, gedir. Bir evdə otur, mənlə də söhbət elə. Həqiqətən, doğrudan belə olubdur. Adətən belə fikirləşəndə biraz da pis oluram ki, anadır da, bu axı görmək istəyir səni. Bəlkə bir söz danışmaq istəyir. Söhbət yox, danışırıq. Yəni, bir dəfə deyir, səni başdan ayağa evdə bir beləcə görmədim da, deyir. Oturasan, mən sənlə üzbəyüz göz-gözə söhbət eləyəm. Parodiya elədilər. Bəli. Parodiya elədilər. Ya, hansı təəssüratlar varsa da... Bax, onu çox təşəkkür edirəm, onu mənə sual verdin. Ay, çox minnətdaram. Rafael Coşqun məni elədi. Çox xoşuma gəldi. Çox. Hətta bu yaxınlarda Moskvadaydım. Ora gedəndə də mənə dedilər ki, onların parodiyasından deyir ki, belə deyirdi ki, mayorum, polkovnikim Zəlim Xandala danış, belə bir söz deyirdi. Sonra nə bilim, məni parodiya elədilər də. Xoşuma gəlmişdi, doğrudan. Çünki onlar oxşatmışdı. Amma mən doğrudan bir söz deyim. Tahir İmanov, Kevim, onlar da çox istəyirəm Tahir İmanovu. Buradan öpürəm, bağrımı basıram, o qədər çox istəyirəm, ona çox böyük hörmətim var. Amma o məni ki, kimsə bilmirəm, oğlanı tanımadım, orada kimsə məni parodiya eləyib. Oğlan, bir dənə də qız, qətiyyən, o qədər şit. Mən onlara dedim ki, şirinlik yox idi. Amma Rafaelgil o qədər qədərində, o qədər gözəl məni oxşatmışlar. Bunlarda əsər əlamət tellidən yox idi. Bax, heç orada, nə bilim, nəsə sözlər deyir, elə şeyləri mən işlətmirəm axı. Amma Rafaelgil mənim dediyimi, elə sənin acığına, qırmızıda keçəcəm, svetoforda saxlamayacağım, elə sənin acığına. Nə qədər gözəl idi. Amma mən, o qız, Rəşid Beyputovda biz bir tədbirdə qız mənə yaxınlaşdı ki, mən sizi parodiya eləmişəm. Heç mən bilmir. Bax, bu bərəkət haqqı, heç mən onlara baxmamışam. Onlar elədikləri parodiya var ha. Prosto bu yaxınlarda bir oğlan mənə telefonda göstərdi. O təqdimat filan, o qədər əsəbləşdim. Bilmirəm, o aparıcı oğlan kimdir? Həqiqətən, onu görsəm, ona efirdən yox, şəxsən belə üzbəyiz ona bircə dənə söz deyərəm. O məni bax, məsəl üçün, təqdim eləyən var, anəm, indisə kimə söz verir, bax, həmən oğlan bilmirəm, o kimdir? Şəxsən onu belə üzbəyiz görsəm, ona bircə dənə söz deyərəm. Nə? Bax,
Nəhlini, yəni ki, o siz bilirsiniz də, şairlərin, aşıqların elə bir şeiri var ki, şəxsən onu 7 qat məsələsi. Ay sağ ol. Şəxsən o bilirsən nətərdir? Belə efirdən deyiləsi deyil. Şəxsən mən onun o təqdimatına, oğlan deyirəm, amma məni təqdim edən kim, indi kim gəlirsə, bax o oğlana bircə dənə söz deyərəm, amma şeirlə. Bütün sözləri cəmləyib, bir dənə 4 sətirdə cəmlənib o. O özünə hazırdır. O çoxdan. Sadəcə mən oğlanı tanımıram, nə də rastlaşmıram, o kimdir, nətəri. İnsan şit olar da bu qədər şit yox da. Həqiqətən deyirəm, Allah haqqı. Şit bu qədər şit. Heç mənim orada məndən heç əsər əlaməti yoxdur, ha. Orada axı hamısı açıq-aşkar göstərilir ki, problemimiz olur Zəmixan müəllim, Qartalın, Polkovnik, generalın. Yəni, bunlar real idi mi demək istəyirəm? Yox, yəni ki, orada biraz da bəzəmişdilər. Mən yenə deyirəm, bundan sonra məni eləsələr də mənə müraciət eləsinlər. Allah ki, mən elə şeyə pis baxmıram. Mən özüm sizə deyərəm, mənim hansı sözlərimi, hansı yerişimi, duruşumu parodiya eləyim. Onda yerişi də düzgün parodiya eləmişlər. Bəli, belə-belə. Maşından düşüb bu yolu gələndə uşaqlar dedim, komanda Telli xanımızı döyməyə gəlir. Qaça-qaçla, hə. Hətta o orada bir zəng vurur ki, Elton mənəm. Tanımadın mı? Elton Telişkadır da, bacın tanımadın mı? O qədər. Bax, Allaha and olsun, o qədər xoşuma gəl. Hətta mən onu yazdırmışam, ürəyim istəyəndə qoyuram, baxıram. Telli xanım, canlı musiqi, duet gəlsinmi, yoxsa? Gəlsin, gəlsin. Pulun pul vaxtı birinə aşıq lazım olur. 1 martın bərk gedən vaxtı. Zəng vururlar, aşıq neçəyə gəlirsən? Aşıq deyir 500 manata. Ev yəsi deyir, mən sana 600 manat verəcəm. Deyir ki, ay nətər olur, mən ondan 500 manat istəmişəm, bu bana 600 manat verir. Ev yəsi deyir, sabah toya gələrsən, toyda deyərəm dana, indi vaxtım yox. Səhər tezdən ev yəsinin qapısının ağzını kəstirir, aşıq deyir, ay qadan qalım, buraya alıyıb, beycə yatanmamışam. Ya görüm, sən bana niyə 600 manat versən, axı mən səndən 500 manat istəmişəm. Ev yəsi deyir, ay, sana qurban oluram, ona görə sana 600 manat verirdim ki, gələndə sazını öydə köhlə gəl, orada bizi bezdirmə 5 saat. Yanında o bir gedərdi, davaya geyəm, salardım ki sən bir xanım, mən bir olaya geyəm, salardım ki sən bir xanım, mən bir olaya geyəm, ceyranla geyəm, küsmə məndən ayrıyəm, mən küssəm də eybi yoxdur, sən küsmə gəl ayrıyəm. Sevgi məhəbbət qaldıram, qohumlardan utanıram. Sevgi məhəbbət qaldıram, qohumlardan utanıram. Yana-yana boylanıram, sola-sola gedərəm. Yana-yana boylanıram, sola-sola gedərəm. Ceyranla gedərəm, küsmə məndən ayrıyam. Mən küssəm də eybi yoxdur, sən küsmə gəl ayrıyam. Kemal çeken Mustafa'dır, Kemal'ı senden doğmadı. Kemal çeken Mustafa'dır, Kemal'ı senden doğmadı. Bilmirəm kimler doğmadı, konuşmaya giderim. Bilmirəm kimler doğmadı, konuşmaya giderim. Ceyranla giderim, küsmə məndən ayrıyam. Mən küssəm də eybi yoxdur, sən küsmə gəl ayrıyam.
Telli xanım, türk musiqiləri necə alınır sizdə? Ay Allah. Hə, mən çox gözəl oxuyuram. Doğrudan. Valla yox, mən deyə bilmərəm ki, bax mən belə məndən türk mahnılarını oxumaqda yoxdur, amma özümün tərzimdə Bir dənə tərzinizdə. Təbib sən əlləmə mənim yaramın, məni bu hallara salanı gətir. Kabul etmem bir gün eski olursan, benden bu ömrümü çalanı getir lene, di gitara bul getir, saçlarını yol getir, vay vay vay. Benden bu ömrümü çalanı getir lene, di gitara bul getir, saçlarını yol getir, vay vay vay. Merhamet etmiyor gözüm yaşına, sen derman arama boşu boşuna, ölürüm de mezarımın başına. Dili bülbül kaşı kemanı getir lele, gitara bul getir, saçlarını yol getir, vay vay vay. Menden bu ömrümü çalanı getir lele, gitara bul getir, saçlarını yol getir, vay vay vay. O belə oxuyuram mən. Qəşəng. Qarpız kəsdim yeyən yox, vallah dərdim bilən yox. Qarpız kəsdim yeyən yox, vallah dərdim bilən yox. Yar mənimdən barışıb, gözün aydın deyən yox. Aman 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 halım yaman, gəlib səni qaçırım arpa buğda zamanı. Aman 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 halım yaman, gəlib səni qaçırım arpa buğda zamanı. Canan dediklərin canımı yaldın, məni sevdiyimən, məni sevdiyimən peşman etdilər. Məni sevdiyimən peşman etdilər. Ağlaya ağlaya qaldım dünyadan, məni sevdiyimən, məni sevdiyimən peşman etdilər. Ne işler açtın başıma, acımadın göz yaşıma, zehir kattın sen aşım, sen beni peşiman eden. Çox üzr istəyirəm tamaşaçılardan. Telli xanım, sağ olun, bizi qəbul elədiniz. İstəyirəm, bir-bir tamaşaçılarla sağollaşacaqsınız. Birinci növbət sizdədir, şeirlə necə sağollaşardınız? İstəyirəm bir dənə sevgi şeiri deyəm ki, hamınız coğuşa gələsiniz. Sevəndə sevgimi gizlədəmirəm. Deyirlər sevgidən halidir bu qız. Səhrada dolanır məcnun xəyalım. Deyirlər bəlkə də Leylidir bu qız. Qışıma yaz, yazıma sərt qış gəlir. Doğulur arzular, ayaq baş gəlir. Güləndə də gözlərimdən yaş gəlir. Deyirlər gözləri suludur bu qız. Sevgimin asları üzündən baha, çox başlar əydirib nökərə, şaha. Cığat eləm, bir də sevmərəm daha. Abbas, çünki sevəndə deyirlər, bax dəlidir bu qız, dəlidir bu qız. Öpürəm, bağrıma basıram, görüşənə qədər. Buyurun, sağ olun. Ne eləməlisən? Nə tez sağ olmuşsun? Təşəkkürümü bildirirəm dinərəm. Mən də təşəkkürümü bildirirəm, Anes kanalına öz təşəkkürümü bildirirəm ki, sazımıza, sözümüzə dəyər verib gəlib bizi seçdiniz. Çox sağ olun, təşəkkürümü bildirirəm. Bütün pul arasında Telli xanım deyibkən, oturan insanlara mən öz təşəkkürümü bildirirəm. Bax, hörmətli tamaşaçılarımız, bizə ayrılan efir vaxtı buradaca başa çatmaq üzrədir. Sağollaşıram ki, gələn həftənin bax elə bu saatında, bu günündə növbəti ulduzdan siz tamaşaçıları daha da yaxından tanışırıq. Hələlik.